İndi belə bir sual yaranır burada. Nəyə görə bir həftə, 3 gün bundan öncə baş vermiş hadisə bizim yadımızda deyil, ancaq illər öncə, 20 il, 30 il bundan öncə yaşadığımız bir hadisə hələ dinləyə kimi yadımızdadır. Bu hisslə bağlı olur. Yaşadığım hisslər yaddaşıma həkk edir deyə düşünürəm. Tamamilə doğrudur. Çünki insan beyni onun üçün lazım olan informasiyanı yadda saxlayır, lazım olmayan informasiyanı isə unudur. Nəyin lazımlı, nəyin lazımsız olduğuna isə həmin hadisənin, informasiyanın içindəki duyğuya əsasən qərar verir. Yəni bir şeyə bizim duyğularımız varsa, o şey bizim üçün önəmlidir kimi anlayır beyin. Əgər orada duyğu yoxdursa, beyin elə bilir ki, bu bizim üçün lazımsızdır. Ona görə də onu unudur. Fikir verin, sizin üçün lazım olan bir insana qarşı sizin duyğularınız olur aranızda. Əşyaya qarşı da həmçinin. Bu stəkan əgər sizin üçün dəyərlidirsə, deməli onunla aranızda bir duyğusal bağ var. Əgər duyğusal bir bağ yoxdursa, deməli o sizin üçün önəmsiz bir şeydir. Bu həyatın hər sahəsində belədir. Yəni beyin bir informasiyanın içərisində də onun duyğusuna baxır. Duyğu varsa yaddaş var, duyğu yoxdursa unutmaq var, yaddaş yoxdur. Ona görə də elə hadisələr olur ki, biz onların içərisində duyğunun pik səviyyədə yaşayırıq, o bizim yadımızda qalır. Fikir versəz, bizim izləyicilər də bunu praktik olaraq görə bilərlər. Bir analiz eləyin öz həyatınızı. İndiyə kimi yadınızda qalan nə varsa, hamısı duyğularınızı ən yüksək səviyyədə yaşadığınız, yoğun bir şəkildə yaşadığınız şeylər olub. Ya çox sevindiyiniz, ya çox kədərləndiyiniz, ya çox təəccübləndiyiniz, ya çox qorxduğunuz, istənilən duyğu nə olur olsun, o duyğu qatı şəkildə yaşanıb, ona görə o bizim yadımızda qalıb. Digərləri isə duyğuların olmadığı hadisələrdir.